ABŞ Ədliyyə Nazirliyi Bombardier korporasiyasına məktub göndərib. Yenavaz.com korporasiyadan verilən məlumata istinadən xəbər verir ki, məktub Azərbaycan dəmir yolları və İndoneziya ilə bağlı müqavilələr üzrə aparılan araşdırmalarla bağlıdır. Qeyd edək ki, sözügedən araşdırmalar 2013-cü ildə Bombardier ilə ADY arasında imzalanan siqnalizasiya avadanlıqlarının tədarükünə dair müqavilə ilə əlaqədar başlayıb. Müqavilənin ümumi dəyəri 340 milyon dollar olub və mediada yayılan məlumatlara görə bu məbləğin 100 milyon dolları kimi geri qaytarılıb. Məsələ ilk dəfə İsveç hüquq mühafizə orqanlarının 2016-cı ildə apardığı araşdırma ilə gündəmə gəlib. Daha sonra ABŞ Ədliyyə Nazirliyi və Dünya Bankı da müqaviləni araşdırmağa başlayıb. Bombardier şirkəti isə bütün bu araşdırmalarda istintaq orqanları ilə əməkdaşlıq etdiyini və hər hansı korrupsiya faktını təsdiqləyən sübutun olmadığını bildirib. ABŞ Ədliyyə Nazirliyinin son qərarı ilə şirkətə qarşı ABŞ ərazisində bu müqavilə üzrə hüquqi risklər aradan qalxmış sayılır. Bununla belə Bombardier hələ də digər beynəlxalq qurumların apardığı audit və yoxlamalarda iştirak edir. Onu da bildirək ki, Bombardier şirkəti ilə müqavilə imzalanan dövrdə Azərbaycan Dəmir Yolları QSC Nəqliyyat Nazirliyinin tabeliyində olub. Həmin dövrdə Nazirliyə Ziya Məmmədov, Dəmir Yollarına onun müavini Arif Əsgərov başçılıq edib.